İkinci qrup ümumi sınaq 19. Birinci sual. Ədədin neçə natural böləni var? Verilmiş ədədi sadə vurğulara ayıraq. A bərabərdir 7 üstü 8 üstünə gəl 7 üstü 10. Buradan 7 üstü 8-i mötərizə xaricinə çıxarsaq, qalacaq 7 üstü 8 vurulsun, 1 üstə gəl 7-nin kvadratı. 7 üstü 8 vurulsun, 1 üstə gəl 49. Bu da 7 üstü 8 vurulsun 50 deməkdir. 50 də 2 vurulsun 25, yəni 2 vurulsun 5-in kvadratı. Beləliklə verilmiş ədədin sadə vurğulara ayrılışı olacaq. 2 vurulsun 5-in kvadratı vurulsun 7 üstü 8. Onda A ədədinin natural bölənlərinin sayı bərabər olacaq. 1 üstünə gəl 1, 2 üstünə gəl 1 və 8 üstünə gəlsin 1. Hasilinə bu da bərabərdir. 2 vurulsun 3 vurulsun 9. Bu da bərabərdir 54-ə. Birinci sualda olacaq düzgün cavab E variantı. İkinci sual. İfadənin qiymətini tapın. İfadənin qiymətini tapmaq üçün əvvəlcə burada 12 tam dövrdə 81 ifadəsini qarışıq ədədə çevirək. 12 tam 99-da 81 çıxılsın 7 tam 19-da 11 üstünə gəl 4 tam 11-də 2. Hesablayaq. Bərabərdir. Burada ixtisar aparsaq 9-a 11 dəfə, 9-a 9 dəfə. Bərabərdir. Burada qruplaşdırma aparaq. Birinci və üçüncü toplananları qruplaşdırsaq və toplasaq bunları eləyəcək 16 tam 11-də 11. Çıxılsın 7 tam 19-da 11. 16 tam 11-də 11-in əvəzinə 16 tam 19-da 19-da yazmaq olar. Hər ikisi 17 deməkdir. Və ondan çıxsaq 7 tam 19-da 11-i qalacaq 9 tam 19-da 8. Düzgün cavab 2-də olacaq D variantı. Üçüncü sual. Ədədinin tam hissəsini tapın. A bərabərdir 30 bölünsün. Kök altında 18 çıxılsın kök altında 8. Əvvəlcə məxrəci sadələşdirək. Kök altında 18-in əvəzinə 3 kök altında 2. Kök altında 8-in əvəzinə 2 kök altında 2 yazsaq və sadələşdirsək, surətdə 30, məxrəcdə isə kök altında 2 qalacaq. Qoşmasına da vuraq bunu. Eləyəcək 30 kökdə 2 bölünsün 2, yəni 15 kök altında 2. Bu da kök altında 450 olar. 450 kök altında 484-dən, yəni 22-dən kiçikdir. Kök altında 441-dən isə, yəni 21-dən isə böyükdür. Yəni 21-22 arasında yerləşir. Ona görə də tam hissə olacaq 21. Düzgün cavab olacaq 3-də B variantı. Dördüncü sual. Verilmiş ifadəni sadələşdirin. Birinci kəsiri olduğu kimi saxlayaq. İkinci kəsirin surət və məxrəcin vurğuları ayıraq. Surətin vurğuları isə 3 çıx 2x, 3 üstünə gəl 2x. Məxrəcindən x kvadratı çıxarsaq qalacaq, x-i çıxarsaq daha doğrusu qalacaq x kvadrat çıx 6x üstünə gəl 8. Vurulsun. Bölməni tərsinə vurma ilə əvəz eləsək və surəti və məxrəci vurğulara ayırsaq, surətdən x çıxacaq qalar x çıxılsın 2. Məxrəcdə bu ifadə olacaq. Bu kvadrat 350-nin də vurğulara ayrılması olmalıdır. 2x çıxılsın 3 vurulsun x üstünə gəl 3 olmalıdır.
Yox, tərsinə burada müsbət, burada mənfi olmalıdır. Belə. Bərabərdir. İndi ikinci kəsrin məxrəcindəki kvadrat üçərliyində vurğuları ayıraq. Daha sonra ixtisar apararıq. Demək, 3 çıxılsın 2x vurulsun. 3 üstünə gəl 2x bölünsün. X vurulsun. Məxrəcin vurğuları ayrılması olacaq. X çıxılsın 2 və x çıxılsın 4. Vurulsun. X çıxılsın 2. Məxrəcdə isə 2x üstə gəl 3. X çıxılsın 3. Burada uyğun ixtisarları apara bilərik. Bunlar ixtisar olunacaq. Və bunlar da ixtisar olunacaq. Burada qalacaq. -1 bölünsün. X çıxılsın 4. Mənfini də məxrəcə paylasaq. 4 çıxılsın x. D variantı olar 4-cü sualda. 5-ci sual. İfadəsini sadələşdirin. Burada cəmi 11, hasili 30 olan 2 ədəd axtarırıq. Cəmi 11, hasili 30 olan ədədlər 6 və 5-dir. Ona görə də bu kökün altındakı ifadə kökdə 6 və kökdə 5-in cəminin kvadratıdır. Eyni qayda ilə ikincisi isə kök altında 6 çıx, kök altında 5-in fərqinin kvadratıdır. Məxrəcdə kökdə 6 üstünə gəl kök altında 5-dir. Bu da bərabərdir. Birinci ifadədən sadələşdirsək alarıq kökdə 6 üstünə gəl kök altında 5. İkinci ifadəni sadələşdirsək oradan da kök altında 6 çıxılsın kök altında 5 çıxacaq. Məxrəc isə kökdə 6 üstünə gəl kökdə 5-dir. Burada kökdə 5-lər islah olunacaq və nəticədə qalacaq 2 kök altında 6 böl kökdə 6 üstünə gəl kök altında 5. Və qoşmaya vursaq, məxrəcin qoşmasına vursaq, məxrəcdə olacaq 6 çıxılsın 5, surətdə olacaq 2 kök altında 6 vurulsun, kökdə 6 çıx, kök altında 5. Burada surət və məxrəci kökdə 6 çıx, kökdə 5-ə vurdum. Məxrəc 1 elədiyinə görə yazmıram və surətdəki 2 kök altında 6-nı mötərizəyə vurub paylasaq, onda olacaq 12 çıxılsın 2 kök altında 30. 12 çıx 2 kök altında 30. D variantı olacaq cavab 5-ci sualda. 6-cı sual. A parametrinin hansı qiymətində tənliyin yeganə həlli var? Yeganə həlli var. Əvvəlcə bu ifadəni sadələşdirək. 3A üstünə gəl 7x bərabərdir 6A çıxılsın 2AX. Və x-ləri bir tərəfə yığaq, qalanların digər tərəfə. 7x üstünə gəl 2ax bərabərdir 3a. Buradan x-i mötərizə xaricinə çıxarsaq, qalar 7 üstünə gəl 2a bərabərdir 3a. Tənliyin yeganə həllinin olması üçün burada x-in əmsalı, yəni 7 üstünə gəlinsin 2a, sıfırdan fərqli ədəd olmalıdır. Buradan da alırıq ki, a fərqlidir, mənfi 3,5. 6-cı sualda cavab olacaq A variantı. 7-ci sual. Bərabərsizliyinin natural əllərinin sayını tapın. X çıxılsın 9 vurulsun. Kökün altındakı ifadənin vuruqlara ayrılması x çıxılsın 1 vur x çıxılsın 6-dır. Kiçik bərabərdir 0. İndi burada bunu intervallar üsulu ilə və yaxud verilmiş ifadənin işarəsi haqqında mühakimə yürüdüb də tapmaq olar. Yəni ki,
kök 6 ifadə mənfi deyil. Bu mənfi deyilsə, onda ifadənin kiçik bərabər 0 olması üçün birinci ifadə olmalıdır kiçik bərabər 0. X çıxılsın 9 kiçik bərabər 0 olmalıdır və bir də kökün mənası olmalıdır. Kökün mənasının olması üçün x çıxılsın 1 vur x çıxılsın 6 böyük bərabər 0 şərti ödənməlidir. Bu iki bərabərsizliyi bir sistem şəklində həll eləmək lazımdır. Birinci, bu eyni güclüdür. X kiçik bərabər 9 və ikinci bərabərsizliyi həll eləyərik indi. İkinci bərabərsizlik kvadrat bərabərsizliyidir və onun kökləri 1, 6, 1, 6, sıfırları 1, 6'dır. 1 və 6 daxildir. Parabola qollar yuxarı yönəlib. Bunun müsbət hissələridir. Yəni, mənfi sonsuzluq 1, 6 müsbət sonsuzluq. Birinci bərabərsizliyin həlli isə mənfi sonsuzluq 9'dur. Deməli, biz kəsişdirməliyik. Mənfi sonsuzluq 9 yarım intervalı ilə mənfi sonsuzluq aşağıda yazım yerləşməyəcək. Mənfi sonsuzluq 1 birləşir 6 müsbət sonsuzluq yarım intervallarının birləşməsi. Ədəd oxunda bunları kəsişdirsək 1, 6 və 9 hər biri daxildir. Mənfi sonsuzluqdan 9'a qədər, mənfi sonsuzluqdan 1'ə, 6'dan müsbət sonsuzluğa. Deməli, bunların kəsişməsi olacaq mənfi sonsuzluq 1 birləşir 6, 9. X daxil olacaq mənfi sonsuzluqdan 1'ə birləşir 6'dan 9'a. Bərabərsin natural əllərinin sayını soruşur. Natural əllərindən birinci bu aralığa daxil olan yalnız 1'dir. 6, 9 parçasına daxil olanlar isə 6, 7, 8 və 9'dur. Sayını soruşur. Sayı 5 dənə olacaq, 7'də olacaq. Cavab D variantı. Buradakı tam ədədlərin sayını 9 çıxılsın 6 çox olsaydı belə də hesablaya bilirik. 9'dan 6, 3, o da 1, 4. 4 dənə burada, bir dənə də natural ədəd mənfi sonsuzluq 1 aralığında 1 təkcə özüdür. Ona görə də ümumi cavab eləyəcək 5 dənə. 8-ci sual. Ədədi silsilədə S18, 24, S23, 39 olarsa S41'i tapın. S18 deyəndə A1, A2 və s. 18'ə kimi cəm başa düşülür. Bu 24'dür. S23 nədir? S23 isə 1-dən 23'ə kimi cəm başa düşülür. Yəni, bunu belə də yaza bilər. 18, 19 və s. 23'ə kimi cəm. 23'ə kimi cəm. Bu cəm isə şərtə görə bərabərdir 39'a. Onda bu iki cəmlə ikincidən birincini çıxsaq, alarıq ki, A19, A20, A21, A22 və A23'ün cəmi bərabərdir 15. Və S41 bizdən soruşulur. S41'i tapmalıyıq. Burada A19 və A23'ün cəmi bərabərdir. Ədədi silsilənin xassəsinə görə indekslərin cəmi əgər nömrələrin cəmi bərabərdirsə, uyğun hədlərin cəmi də bərabərdir və yaxud hər bir hədd özündən eyni vahid sağda və yaxud solda yerləşən, sağda və solda yerləşən iki həddin ədədi ortasına bərabərdir. Yəni, A19 və A23'ün cəmi bərabərdir 2A21'ə. A20 və A22'nin də cəmi 2A21'dir.
və ortada da bir dənə A21 var. Beləliklə alırıq ki, 5 dənə A21 15 imiş. A21 bərabərdir 3 olur. A21 3-dürsə, S41-i hesablamağa çalışırıq. S41 nəyə bərabərdir? 2A1 üstünə gəl 40-dir. Bölünsün 2, vurulsun 41. Bərabərdir. A1 üstünə gəl 20-dir. Vurulsun 41. Yəni ki, A21 vur 41. Bu da bərabərdir. 3 vurulsun 41. Bu da eləyəcək 123. Yəni, burada tətbiq olunan xassəsə bu idi. AN çıxılsın K üstünə gəl AN üstünə gəl K bölünsün 2 bərabərdir AN. Yəni, hər bir hədd özündən K vahid əvvəl və K vahid sonra gələn həddlərin ədədi ortasına bərabər. Məsələn, A21 bərabərdir A23 üstünə gəl A19 böl 2. Yəni, özündən 2 vahid əvvəl və 2 vahid sonra gələn hədlər. Onların ədədi ortasıdır. Digərləri də eyni qayda ilə. Beləliklə, bu sualda olacaq. Cavab D variantı 123. 9-cu sual. Funksiyanın qrafiki, hansı funksiyanın qrafiki təsvir olunub? Hansı funksiyanın qrafiki təsvir olunub? Göründüyü kimi bu funksiya modul x funksiyasının çevrilməsi ilə alınan bir funksiyadır. Burada görürük ki, burada modul x-in təpə nöqtəsi 1 mənfi 3-dür. Onda belə ola bilər. Y bərabərdir A vurulsun. X çıxılsın 1, çıxılsın 3 şəklində olmalıdır və A müsbət bir ədəd olmalıdır. Buradan onun Y-oxun 0 mənfi 1 nöqtəsində kəsdiyini görürük. Bunu nəzərə alsaq, yəni Y-in əvəzinə mənfi 1, X-in əvəzinə 0 yazsaq, alarıq ki, A bərabərdir 2. Deməli, funksiya Y bərabərdir 2 vurulsun, X çıxılsın 1, çıxılsın 3 şəklində imiş. Yəni, düzgün cavab olacaq 9-cu sualda D variantı. 10-cu sual. Tangens X kök altında 7 bölünsün 3 olarsa sinus 2x-i tapın. Sinus 2x bərabərdir 2 sinus x kosinus x bölünsün 1-ə. 2 sinus x kosinus x bölünsün 1-in də əvəzinə yaza bilərik. Sinus kvadrat x üstünə gəl kosinus kvadrat x. Və bu kəsirin surət və məxrəcin hədbəhəd. Deməli, kosinus kvadratına bölsək, surətdə eləyəcək 2 tangens x, məxrəcdə eləyəcək 1 üstünə gəl tangens kvadrat x. Və burada tangens x-in qiyməti verilib yerinə yazsaq, olacaq 2 kök altında 7 bölünsün 3 surətdə, məxrəcdə isə 1 üstünə gəlinsin 9-da 7. Bu da bərabərdir 2 kök altında 7 bölünsün 3, məxrəc eləyəcək 9-da 16. Bu da bərabərdir 2 kökdə 7 bölünsün 3 vurulsun, 9 yuxarı çıxır, 16 məxrəcə düşür. İxtisarları aparsaq 3 dəfə, 1 dəfə, 8 dəfə. Deməli olur 3 kökdə 7 bölünsün 8. Yəni, onda olacaq A variantı. 11-ci sual. İfadənin qiymətlər çoxluğunu tapın. Qiymətlər çoxluğunu tapmaq üçün burada sinus kvadratın əvəzinə 1 çıxılsın. Kosinus kvadrat x yazaq. Çıxılsın kosinus x üstünə gəlsin 5 bərabərdir. Mənfi 3 kosinus kvadrat x üstünə gəlinsin. Daha doğrusu çıxılsın kosinus x üstünə gəlinsin 8. Kvadrat 3 ədli formasına gətirdik. Bunun ən kiçik qiymətini tam kvadrat ayırıb da tapmaq olar və yaxud ən böyük ən kiçik qiymətini ya da ki, hazır düsturla da yazmaq olar. Bu kvadrat 3 ədli formasındadır. Yəni, kosinus x-ə bir t desək,
olacaq mənfi 3t kvadrat çıxılsın t üstünə gəl 8. Sadəcə bir şey nəzərə almaq lazım ki, t yerləşir harda? Mənfi 1, 1 arasında dəyişir. Onda bunun ən böyük qiymətini əvvəlcə bunun təpə nöqtəsinin absisini hesablayaq. Kvadrat t-yə nəzərən kvadrat 3 ədlinin təpə nöqtəsinin absisi eləyəcək mənfi b bölünsün 2a mənfi b böl 2a mənfi 6. Mənfi 6 da 1 eləyəcək. Və mənfi 6 da 1 elədiyinə görə t mənfi 6 da 1 eləyə bilər. Bu mümkündür. Deməli, mənfi 6 da 1 də bu ən böyük qiymətini alacaq. Ona görə də e-ni hesablayaq və yaxud e-min qiymətini burada yerinə də yazıb hesablamaq olar. 4ac, 4ac çıx b-nin kvadratı böl 4a. Bu da bərabərdir. 4 dəfə 8, 32, 96 3-ə vursaq, mənfi 96, mənfi 97 surət eləyir. Məxrəc isə mənfi 12 eləyir. Mənfini mənfiyə böldükdə müsbət eləyir. Oldu 97 böl 12, yəni 8,12-də 1. Bunun ən böyük qiymətidir. Ən kiçik qiyməti tapmaq üçün t-nin əvəzinə ya mənfi 1 ya 1 olduqda ən kiçik qiyməti alacaq. Bu da ən kiçik olması üçün t müsbət 1 olduqda ən kiçik qiymət alır. T-nin yerinə müsbət 1 yazsaq eləyəcək mənfi 3 çıxılsın 1 üstünə gəl 8. Bu da bərabərdir müsbət 4. Beləliklə bu ifadənin qiymətlər çoxluğu olacaq 4, 8,12-də 1. Yəni Y variantı. 12-ci sual. A parametrin neçə tam qiymətində tənliyinin həlli var? Burada köməkçi bucaq daxil etmə üsulundan istifadə edəcək. 7 kosinus 5x çıxılsın 2 sinus 5x bərabərdir a çıxılsın 6. Tənliyin hər iki tərəfin kök altında a kvadrat a kosinus 5x-in əmsalıdır. B isə sinus 5x-in əmsalı. 49 üstünə gəlinsin 4. Yəni kök altında a kvadrat üstünə gəl b kvadratına bölək. Bölsək bu kök altında 53 deməkdir. Hər tərəfi kök altında 53-ə bölsə eləyəcək 7 bölünsün kök altında 53. Kosinus 5x çıxılsın 2 böl kök altında 53. Sinus 5x bərabərdir açıq 6 böl kök altında 53. Burada bu iki ədədin kvadratları cəmi 1-ə bərabər olduğuna görə bu ədədlər hansısa bir bucağın sinusu və kosinusudur. Həmin bucağı bir fi kimi işarə etsək və kosinus 5x-in əmsalını yazsaq sinus fi kosinus 5x çıx kosinus fi sinus 5x bərabərdir a çıx 6 böl kök altında 53. Və bu sinus 5x çıxılsın fi'nin açılışıdır. Daha doğrusu sinus fi çıxılsın 5x-in açılışıdır. Bərabərdir a çıxılsın 6 bölünsün kök altında 53. İndi a parametrin neçə tam qiymətində tənliyin həlli var soruşur. Tənliyin həllinin olması üçün a çıxılsın 6 bölünsün kök altında 53 daxil olmalıdır. Mənfi 1, 1 arasında. Yəni, mənfi kök altında 53 a çıxılsın 6 kiçik bərabərdir kök altında 53 və hər tərəfə 6 əlavə eləsək olacaq 6 çıx kök altında 53 kiçik bərabər a kiçik bərabər 6 üstünə gəl kök altında 53. 6 çıxılsın kök altında 53-ün qiymətini hesablasaq, kök altında 53-dən kök çıxır 7,7-dən biraz çox, mənfi 7 tam neçəsə. 6 üstünə gəl 7 tam neçə. Onda bu iki qat bərabərsizliyin sol tərəfi olacaq. Mənfi 1 tam neçə?
Sağ tərəfində isə 13 tam neçəsə olacaq. Onda burada A-nın ən böyük tam qiyməti olacaq 13. Ən kiçik tam qiyməti isə -1-dir və hər ikisi daxildir. A parametrin neçə tam qiyməti soruşulur. Hər ikisi daxil olduğuna görə 13-dən -1 çıxıb üstünə 1 əlavə eləsək 15 tam qiyməti 12-də Y variantı olacaq düzgün cavab. 13 funksiyasının qrafikini absisi -5 olan nöqtədə çəkilmiş toxunanın tənliyini tapın. 13 fx bərabərdir 2x çıxılsın 4 bölünsün x üstünə gəl 7 funksiyanın törəməsini tapaq. f'(x) bərabərdir. Nisbətin törəməsinə görə məxrəcin kvadratı surətin törəməsi 2 vurulsun məxrəc çıxılsın. Məxrəcin törəməsi 1-ə bərabərdir. Vurulsun surət bölünsün məxrəcin kvadratı. Oldu funksiyanın törəməsi. Bunu biraz sadələşdirsək, burada surətdə qalacaq 14, 4, 18 qalacaq. Məxrəc də olduğu kimi qalsın. Toxunanın tənliyi belə idi. f'(x0) vurulsun, x çıxılsın x0, üstünə gəl fx0. Deməli, f'(x0), yəni funksiyanın törəməsinin toxunma nöqtəsindəki qiymətini hesab. x0 -5 olduğuna görə f'(x0'ı hesablasaq, yəni burada x-in yerinə -5 yazsaq, eləyəcək. Surət 18 eləyir. Surət 18 eləyəcək. Məxrəc isə 4. 18 böl 4, yəni 9 böl 2. X çıxılsın x0 -5'dir, yerinə yazdım. Və funksiyada x-in yerinə -5 yazaq. Funksiyada, yəni burada x-in yerinə -5 yazsaq, hesablasaq, eləyəcək -14 surət eləyəcək -5 yazanda. Məxrəc isə eləyəcək 2. Yəni -7 olur bu da. Üstünə gəlinsin -7. Yəni çıx 7 də yaza bilərik. Bu da eləyəcək 4,5 x üstünə gəlinsin. 4,5'i vursaq biz 4,5'i 5'ə vursaq eləyəcək 22,5. 22,5. Ondan da 7 çıxsaq bərabərdir 4,5 x üstünə gəl 15,5. Yəni 13-cü sualda düzgün cavab olacaq A variantı. 14-cü sual. LG2A, LG7B olarsa, loqaritm 35 əsasdan 14'ü tapın. Loqaritm 35 əsasdan 14'ü bir əsasdan başqa əsasa keçmə düsturuna görə belə yaza bilərik. Loqaritm 35 əsasdan 14 bərabərdir. LG 14 böl LG 35. LG 14'ün əvəzinə nə yazarıq? LG 14'ü yaza bilərik. LG 2 üstünə gəl LG 7. LG 35'i də LG 10, daha doğrusu LG 5 üstünə gəl LG 7 yaza bilərik. Və LG 5'i yazaq LG 10, yəni 1 çıx LG 2 üstünə gəl LG 7 və parçalayandan sonra artıq LG 2'lərin əvəzinə A, LG 7'lərin əvəzinə B yazsaq cavabı alarıq. A üstə gəl B bölünsün 1 çıxılsın A üstünə gəl B. Deməli, bu da D variantında göstərilib. 14'də D. 15. Bərabərsizliyini həll edin. Əvəzləmə aparaq burada. 3 üstü x-i t ilə əvəz edək. Olacaq t kvadrat çıx 28t üstünə gəl 27 kiçik bərabərdir 0. Sol tərəfdəki kvadrat 3 ədlinin sıfırları
T1 bərabərdir 1, T2 bərabərdir 27-dir. Onda bunu T-yə nəzərən bərabərsizlik kimi həll eləsək, 1 və 27 daxildir hər ikisi. Parabola qolları yuxarı, mənfi hissəsi lazımdır bizə. Deməli, T hara daxil imiş? T daxil imiş 1, 27 aralığına. T nə idi? 3 üstü x. 3 üstü x-i 1, 27 aralığına daxil eləsək, 3 üstü x artan funksiya olduğuna görə alarıq ki, x daxildir 0, 3 parçasına. Düzgün cavab 15-də olacaq. Y variantı. 16. Kompleks ədədinin qoşmasını tapın. 16-cı sual. Deməli, Z bərabərdir Z1. Z1-in əvəzinə 3 çıxılsını yazaq. Üstünə gəl 2, Z2-nin də əvəzinə 2 üstə gəl 3-ü yazaq. 2 üstünə gəl 3-ü bərabərdir. 3 çıxılsını üstünə gəlinsin 4 çıxılsın 4 üstünə gəl 6, bu da bərabərdir. 7 çıxılsın 7 üstə gəl 5-i. 7 üstə gəl 5. Qoşması isə Z-in qoşması isə 7 çıxılsın 5-i olacaq. Bu da C variantında verilib. 17-ci sual inteqraldır. Müəyyən inteqralın sərhədləri 2 və y kvadrat üstünə gəl 1. Surətdəki ifadəni 2x üstünə gəl 1 ifadəsini belə yazaq. 2x çıxılsın 2 üstünə gəl 3 şəklində yazaq. Məxrəci olduğu kimi yazaq. dx və surəti məxrəcə hədbəhəd bölək. 2y kvadrat üstünə gəl 1. Bunların ikisini bir yerdə x çıxılsın 1-ə bölsək 2 qalacaq və üstünə gəlinsin 3 bölünsün x çıxılsın 1 dx. Hesablayaq. 2-nin inteqralı 2x, 3 bölü x çıx 1-in inteqralı 3 ln modulca x çıxılsın 1 olacaq və sərhədlər isə 2-dən y kvadrat üstünə gəl 1-ə kimi yerinə yazaq. Yuxarı sərhəddi yerinə yazsaq eləyəcək. 2y kvadrat üstünə gəl 2 üstünə gəlinsin 3 vurulsun. Bunu burada nəzərə alsaq qalacaq ln y kvadrat. Ln y kvadrat da 2 deməkdir. Deməli, yuxarı sərhəddi yerinə yazanda bunu alırıq. Çıxılsın aşağı sərhəd. Yəni, indi 2-ni yerinə yazıram. 2-ni yerinə yazsam 4 üstünə gəlsin 3. ln 1 eləyəcək. ln 1 də 0-a bərabərdir. Hesablayaq. Deməli, 2y kvadrat üstünə gəl 8 çıxılsın 4. Bu da bərabərdir 2y kvadrat üstünə gəl 4. Düzgün cavab 17-də olacaq. B variantı. 18-ci sual. Oturacaqları 16 və 44, yan tərəfləri 17-25 olan trapesiyanın sahəsini tapın. Şəkli çəkək. Oturacaqları 16 və 44-dür. Yan tərəflərin biri 17-dir, biri 25. Digəri 25. Hündürlükləri çəkək buradan. Orta hissəyə 16 düşəcək. Bunların x yerdə qalır 28 çıxılsın x. 28 çıxılsın x. Buradan hündürlüklər hər ikisi eynidir. Pifaqor teoremini tətbiq eləyək buna. Burada h-dır, bu da h-dır. Onda 289 çıxılsın x kvadrat bərabərdir 625 çıxılsın 28 çıx x-in kvadratı. Daha sonra dəyişənləri deyən yerdə bunu keçirdək
sol tərəfə. Olacaq 28 çıx x-in kvadratı çıx x kvadrat bərabərdir. 625 çıxılsın 289. Burada vuruqları ayıraq. Kvadratlar fərqi düsturuna görə. Sol tərəfi də, sağ tərəfi də. Hər ikisinə tətbiq eləyirəm. 28 çıx x qalır 28. 28 çıx x-in üstünə x gəlsə 28 çıx daha doğrusu 28 çıx x-dən x çıxsaq qalar 2x, toplasaq 28 eləyir. Bərabərdir. 625 25 deməkdir. 25-in kvadratı deməkdir. 25-in kvadratı çıx 17-in kvadratı. Bunda 25 çıx 17, 25 üstə gəl 17 yaza bilərik. 25-dən 17 çıxsaq 8. 25-in üstünə 17 gəlsək eləyəcək deməli 42. Burada 28 çıx 2x-dən də 2-ni çıxardaq. Mötərizi xaricinə qalsın. Burada 56 vurulsun. 14 çıxılsın x bərabərdir. 8 vur 42. Onda 14 çıxılsın x bərabərdir. 8 vur 42 böl 56. Bu 7 dəfə. 42 də 7-yə bölünəcək. 6 dəfə x-i taparıq. 14-dən 6 çıxsaq 8. X 8-dirsə, deməli x 8-dir daha doğrusu. X 8 isə bu üç bucaqdan Pifaqor üçlüyü 8, 15, 17-yə əsasən h-ın 15 olduğunu taparıq. H deməli 15-dir. Və beləliklə trapesiyanın sahəsi S bərabərdir. Böyük oturacağı 44, kiçik oturacağı 16, bölünsün 2, vurulsun hündürlüyündə tapdıq 15. Bərabərdir. 44-ün üstünə 16 gəlsək 60, 2-yə bölsək 30, 30-u da vursaq 15-ə 450 olacaq. Cavab C variantı. Burada MBN və ABC üçbucaqlarının oxşarlığına görə yaza bilərik ki 12 kök altında 3, yəni AB bölünsün x. Bunun kvadratı bərabərdir. Onların sahələri nisbəti. MBN-in sahəsi S-dir, ABC-nin sahəsi 3S-dir. Ona görə də onların nisbəti 3-ə bərabərdir. Buradan 144 vurulsun 3 bölü x kvadrat bərabərdir 3. Buradan alırıq ki, x kvadrat bərabər 144, yəni x taparıq 12. Deməli, x tapıldı 12. X-i 12 tapdı. Daha sonra x12 tapıldı. Yenə oxşarlığa görə yaza bilərik ki KBL və MBL-in KBL və MBN-in oxşarlığından yazsaq, yazarıq ki 12 üstünə gəl y 12 üstünə gəl y bölünsün 12-yə bərabərdir. Bunun kvadratı bərabərdir 2 bölünsün 1-ə, yəni 2-yə. Buradan 12 üstünə gəlinsin y-in kvadratı bərabərdir 144 vurulsun 2. Buradan 12 üstünə gəl y bərabər olacaq 12 kök altında 2-yə. Y-i tapsaq 12 kök altında 2 çıx 12 olar. Bizə qaldı z-i tapmaq. Z-i də tapmaq üçün 12 kökdə 3-dən x və y-in cəmini çıxmalıyıq. Buradan da z-i tapsaq z bərabərdir. Deməli 12 kök altında 3 çıxılsın 12 çıxılsın 12 kök altında 2 üstünə gəl 12. Və z-i də taparıq. 12 vurulsun kök altında 3 çıx kök altında 2. İndi müqayisə eləsə ən kiçik parça burada yəqin z olacaq. Y-i kökdə 2 çıxılsın 1 kimi yazsaq. Bəli, kökdə 2 çıxılsın 1.
kökdə 3 çıxılsın kökdə 2-dən daha böyükdür. Çünki biri 1 bölünsün kökdə 2 qoşmasına vursaq belə olur. Digəri isə 1 bölünsün kökdə 3 üstünə gəl kökdə 2-dir. Məxrəci böyük olan kiçik olduğuna görə deməli kökdə 2 çıxılsın 1, kökdə 3 çıxılsın kökdə 2-dən daha böyükdür. Ona görə də Z Y-dən böyükdür. Deməli ən kiçik parça burada oldu Z. Yəni 12 vurulsun kökdə 3 çıx kökdə 2 D variantı olacaq 19-da. 20-ci sual. Diametrə perpendikulyar olan vətər onu 1-3 nisbətində bölür. 20. Diametrə perpendikulyar olan vətər. Bu vətərdir. Diametrə perpendikulyardır. Bu da diametrdir. Vətər onu 1-3 nisbətində bölür. X, 3x. 3x də buradan bura kimidir. Buradan bura kimi məsafədir. Diametr və vətərin bu çevrəni böldüyü qövslərin ən böyüyünün dərəcə ölçüsünü tapın. Ən böyüyünün dərəcə ölçüsünü tapın. Onda bura x, 3x ümumi elədi 4x. Yəni diametr 4x olduğuna görə radius 2x-dir. Radius 2x-dir. Buradan bölsək bunu olacaq x, bura 2x-dir radius olduğuna görə. Bura x-dir, bura 90-dır. Onda bu bucaq 30 dərəcə, bu bucaq isə 60 dərəcə olacaq. 30 dərəcə qarşısındakı katet hipotenuzun yarısına bərabərdir çünki. Və onu 60-a qonşu olan bucaq 120 dərəcədir. 120 dərəcəli mərkəzi bucağa uyğun olan qövs də 120 dərəcəli qövs olacaq və ən böyük qövs elə 120 dərəcəli qövsdür. 20-də cavab olacaq A variantı. 21 yan tili 12 sm olub, oturacaqla 60 dərəcəli bucaq əmələ gətirən düzgün dördbucaqlı piramidənin həcmini tapın. 21 yan tili 12 olub, şəkli təsvir eləyək əvvəlcə. Yan til 12-dir. Oturacaqla 60 dərəcəli bucaq əmələ gətirən. Oturacaqla 60 dərəcəli bucaq əmələ gətirir. Onda bura 30 dərəcədir. Burada 6 eləyəcək hündürlüyü də tapsaq. Hündürlük 6 kök altında 3-dür. Diagonal 12 olduğuna görə kvadratın sahəsini artıq tapa bilərik və həcmin düsturunu yazaq əvvəlcə 3/1 S oturacaq. Vur hündürlük. Vurulsun hündürlük bərabərdir. 3/1 S oturacaq. Deməli D kvadrat bölünsün 2-yə bərabərdir kvadratın sahəsi. Yəni 144 bölünsün 2-dir. Vurulsun hündürlük. Hündürlüyü isə 6 kök altında 3 verib. İxtisar aparsaq 2, 3, 6 ilə ixtisar getsə qalar 144 kök altında 3. 144 kök altında 3 Y variantında verilib. Və 22-ci sual. Yan səthinin sahəsi 40, tam səthinin sahəsi 60 olan konusun hündürlüyü ilə doğranı arasındakı bucağı tapın. Yan səthinin sahəsi, konusun yan səthinin sahəsi pi r l-dir və yan səthinin sahəsi 40-dır şərtə görə. Tam səthinin sahəsi 60. Yəni onda oturacağının sahəsi eləyəcək 20. Çünki yan səth, tam səth, yan səth və oturacağın sahələri cəminə bərabərdir. Onda oturacağın sahəsi, yəni pi r kvadrat bərabərdir 60 olacaq. Buradan konusun hündürlüyü ilə doğranı arasındakı bucağı tapın, şəkli çəkək. Konusun hündürlüyü və doğranı arasındakı bucaq. Bu bucaq soruşulur bizdən. Bura L-dir, bura R-dir.
Buradan deməli biz R bölünsün L nisbətini tapsaq, bu R bölünsün L sinus alfaya bərabərdir. Bu iki düsturdan bu iki bərabərliyi tərəf-tərəfə bölsək, ikincini deməli burada pi r kvadrat 20 olmalı idi. İkincini birinciyə bölsək, alarıq R bölünsün L bərabərdir 2-də 1. Onda sinus alfa 2-də 1-dirsə, alfa bərabərdir 30 dərəcə olacaq. Düzgün cavab A variantıdır 22-də. 23. Sinifdə 28 şagird var. Əlaçıların faizi tam ədədlə ifadə olunur. Bu sinifdə ən azı neçə əlaçı var? 23. Sinifdə 28 şagird var. Şagirdlərin sayı 28-dir. Əlaçıların sayı x olsun. Əlaçıların faizi tam ədədlə ifadə olunur. Yəni, əlaçılar sinifin neçə faizidirsə, həmin faiz tam bir ədəddir. Tutaq ki, həmin ədəd olsun n. Burada ixtisar aparaq 4-ə 7 dəfə, 104-ə 25 dəfə bölünəcək və x-i tapsaq eləyəcək 7n bölünsün 25. Bu sinifdə ən azı neçə əlaçı var? Ən az neçə əlaçı var? Əlaçıların sayını tapmaq üçün burada bu verilmiş bu kəsir natural ədədə çevrilməlidir. Çünki x natural ədəddir. X-in də natural ədəd olması üçün ən azı gərək 25 olsun. N bərabərdir 25. Yəni n 25 olsa, deməli n 25 olsa, burada ixtisar aparsaq, n 25 olsa, x də bərabərdir. Deməli 7 olacaq. Yəni sinifdə ən azı 7 şagird əlaçı olmalıdır. 24-cü sual. Velosipedin qiyməti ardıcıl olaraq 2 dəfə eyni faiz uzlaşdıqdan sonra 300 manatdan 243 manata düşdü. 24. Ardıcıl olaraq 2 dəfə eyni faiz uzlaşdıqdan sonra. Deməli, bu mürəkkəb faiz artımı düsturu ilə yazmaq olar. 2 dəfə ucuzlaşdıqdan sonra S0 verib 300. 2 dəfə eyni faizlə ucuzlaşandan sonra S2 243-dür. Velosipedin qiyməti neçə faiz ucuzlaşdı? Soruşulur bizdən dəyişmə faizi. R bərabərdir sual. Deməli, S2 bərabərdir. S0 vurulsun 1. Çıxılsın. R bölünsün 100 üstü 2. S0 300-dür. Nəzərə alaq bunları. 1 çıxılsın. R bölünsün 100 ifadəsinin kvadratı bərabərdir. 243 bölünsün 300. İxtisar aparaq burada 3-ə 100 dəfə. 3-ə 81 dəfə. 3-ə 81 dəfə. Onda 1 çıxılsın. R bölünsün 100 bərabər olacaq. Onda 9-a. R bölünsün 100 bərabər olar 10-da 1-ə. R bərabər olacaq 10%. Düzgün cavab olacaq 24-də 10%. 25-ci sual. Binomunun açılışında 4-cü və 13-cü hədlərin əmsalları bərabərdir. X iştirak etməyən həddi tapın. T, K üstünə gəl 1 bərabərdir. Kombinizon M-dən K-ya. X kvadrat üstü M çıx K vurulsun. 1 bölünsün. X üstü K. Bunu biraz sadələşdirək. Kombinizon M-dən K-ya vurulsun. X üstü 2M çıx 2K çıxılsın K olacaq 2M çıx 3K. Daha sonra 4-cü hədd deyir. 4-cü həddi tapmaq üçün, 4-cü həddin əmsalını tapmaq üçün K-nın yerinə 3 yazmalıyıq. Yəni kombinizon M-dən 3-ə şərtə görə kombinizon M-dən 12-yə bərabər olmalı. 12 də ona görə yazdıq ki, K plus 1-in 13 olması üçün K 12 olmalıdır. Bu bərabərlik də nə vaxt mümkündür? Və kombinizon N-dən K-ya bərabərdir. Kombinizon N-dən N çıxılsın K-ya bərabər olduğuna görə onda
M çıxılsın 3 12 olmalıdır. M 15 tapılar. M 15 tapılacaq. Beləliklə biz M-dən asılı olmayan hədd soruşulur bizdən. Onda olacaq M-dən X-dən asılı olmayan daha doğrusu hədd soruşulur. Kombinzon 15-dən K-ya vurulsun. X üstü 30 çıxılsın 3K. X dəyişəninin iştirak etməməsi üçün bunun qüvvəti 0-a bərabər olmalıdır. Yəni 30 çıx 3K 0 olmalıdır. Buradan da K-nı tapırıq 10. Beləliklə alırıq ki, X iştirak etməyən həddin əmsalı olacaq. Həddin özü ümumiyyətlə olacaq. Kombinzon 15-dən 10-a. Bu da bərabərdir. 15 faktorial bölünsün 10 faktorial vur 5 faktorial. Hesablasaq bunu. Deməli 10 faktorial ixtisar getsə qalar 11, 12, 13, 14, 15-in hasili bölünsün 5 faktorial 2, 3, 4, 5-in hasilinə bərabərdir. Burada ixtisarları aparaq. Deməli 7 dəfə bunu ixtisar aparaq 3 dəfə. Bunları vursaq 11 vur 13 vur 7-ni vursaq bir-birinə deməli 143 eləyəcək. Onu da vurarıq 21-ə. Hesablayaq bunu. 143 286 toplasaq 3003. Cavab olacaq 3003. Növbəti sual iti bucağı 30 diaqonallarının kəsişmə nöqtəsindən tərəflərə qədər məsafələri 6 və 9 olan paralleloqramın perimetrini tapın. İti bucağı 30 diaqonalların kəsişmə nöqtəsindən tərəflərə qədər olan məsafələri diaqonallarını da çəkək. Tərəflərə qədər məsafələri biri 6-dır, biri 9-dur. Diaqonalların kəsişmə nöqtəsindən tərəfə qədər olan məsafələr bunlar hündürlüyün yarısına bərabərdir. Yəni hündürlüklərin biri 12, digəri 18-dir deməkdir. Paralleloqramın perimetrini tapın. Şəkli təzədən aşağıda çəkirəm. 30 dərəcə. Kiçik hündürlük demək 12-dir. Onda kiçik tərəfi paralleloqramın olacaq 24. Böyük hündürlüyü 18-dir. Onda böyük yan tərəfi olacaq 36. Paralleloqramın perimetri soruşulur. P bərabərdir 2 vurulsun 24 və 36-nın cəminə. 24 və 36-nı toplasaq eləyəcək 60. 2-yə vursaq 120. 26-cı sualda cavab olacaq 120. 27-ci sual vektorları üçün uyğunluğu müəyyən edin. Demək, skaler hasillər var və uzunluqlarından söhbət gedir. Əvvəlcə skaler hasillərini tapaq. A variantındakı iki vektorun skaler hasilini tapsaq olacaq. Demək, birdə A vurulsun B bərabərdir. Mənfi 12 çıxılsın 12 mənfi 24 olacaq. Deməli, birdə C variantı uyğundur. C variantı 1-ə uyğundur. 2-də skaler hasili tapsaq, A vurulsun B bərabərdir. 15 çıxılsın 15 0 olur. Skaler hasili 0 olduğuna görə perpendikulyardır. 2-yə uyğun A variantı olacaq. Daha sonra A-nın uzunluğu B-nin uzunluğuna bərabərdir. Bu da 2-yə uyğundur. Çünki hər ikisinin uzunluğu kök altında 9, 25 kök altında 34 olur. D variantı da 2-yə uyğundur. Qaldı B variantı. Kollinear vektorlardır və birinin uzunluğu digərinin 1,5 dəfə çoxdur. Üçüncüyə baxaq. 3-də
Vektorlar həqiqətən də kollinear vektorlardır. Çünki nisbətlərinə baxsaq, -4/6 bərabərdir 6/-9. Yəni, hər iki nisbət -3/2-yə bərabər olduğuna görə doğrudur. Hər iki nisbət -3/2 olduğuna görə doğrudur. Yəni, kollinear vektorlardır və kollinear vektorlar isə B variantı 3 uyğundur. Bir də ki, onda bunların uzunluqlarının nisbəti də 1,5 olmalıdır. Yəni, 3/2 olmalıdır. Böyüyü kiçiyinə 1,5 dəfə böyük olacaq. Yəni, Y variantı da 3-ə uyğundur. Çünki B vektoru -1,5 A vektoruna bərabərdir. Onda buradan uzunluğu üçün B-nin uzunluğu bərabərdir 1,5 vur A-nın uzunluğu olduğunu alarıq. Ona görə də Y variantı da 3-ə uyğundur. 27-də 1-ə uyğunsa 2-ə A-dır, 3-ə uyğun B, Y olacaq. 28-ci sual. Daxili radiusu 6, qalınlığı 2, hündürlüyü 10 olan silindr formalı nikel çən süd ilə tam doldurulub. Çənin yan hissəsinin hazırlanmasına sərf olunmuş nikelin həcmini tapın. Şəkli təsvir eləyək. Deməli, ümumi silindrin həcmindən daxili silindrin həcmini çıxmaq lazımdır. Ümumi silindrin həcmindən daxili hissənin həcmini çıxmaq lazımdır. Ümumi silindrin həcmi V bərabərdir. Pi-ni deyir ki, 3 götür, vurulsun. R-in kvadratı. Burada R 6-dır. 6-nın kvadratı. Daha doğrusu 6,2-dir böyük çevrənin radiusu. 6,2-nin kvadratı çıxılsın 6-nın kvadratı. Pi R kvadrat çıxılsın R kvadrat vurulsun H-a. Yəni 100-ə. Bu qədər desimetr kub olacaq. Bu da bərabərdir. Bunu hesablayaq. 6,2-dən 6 çıxsaq qalacaq 0,2 vurulsun 12,2 vurulsun 100 desimetr kub. Bunu da hesablayaq. Deməli, eləyəcək 6 vurulsun 12 122 desimetr kub. Bu da eləyəcək 12 72 73 732 desimetr kub. 28-ci sualda 732 desimetr kub olur cavab. 29. Çəndə olan südün həcmi neçə litrdir? Çəndə olan südün həcmini hesablamaq üçün onun daxili hissəsinin deməli hündürlüyün vurmalıyıq daxili hissəsinin radiusuna. Burada şərtdə verilənə görə daxili radiusu 6-dır və daxili radiusu 6, qalınlığı 2 və hündürlüyü 10 olan. Hündürlük 10-dur. Yəni daxili hissənin hündürlüyü 10-dur. Onda V bərabərdir. Daxili hissənin həcmini tapsaq V bərabərdir. Pi vurulsun R-in kvadratı vurulsun H. Bu da bərabərdir. Pi-ni 3. Radiusun kvadratı 6-nın kvadratıdır. Vurulsun hündürlükdəki 100 desimetr olduğuna görə bu qədər desimetr kub eləyəcək. Demək 3 vurulsun 36 vurulsun 100 desimetr kub. Bu da bərabərdir. Deməli 10.800 desimetr kub. 30-cu sual. Çəndəki südün 30%-ni 30 litrlik, qalanlarını 40 litrlik bidonlara boşaltdılar. Təsadüfi seçilmiş bir bidonun 30 litrlik olması hadisəsinin ehtimalını tapın. Çəndəki südün 30%-ni 30 litrlik. Yəni 1080-in 10.800-ün daha doğrusu 10.800 litrin 30%-ni neçə litrlik? Şərtdə deyir 30 litrlik. 30%-ni 30 litrlik.
Bunun 30%-ni tapıb, bunu da 30-a bölək. 30-a bölək. Görək neçə dənə 30 litrlik qab olur. Deməli 108 ədəd 30 litrlik qab olacaq. Qalanlarını 40 litrlik bidonlara, qalanları yəni 10800-ün qalır 70%-i, 70%-ni isə 40 litrlik bidonlara 100-ə vurarıq. 100 vurarıq 40-a. Buradan alarıq 108-i 4-ə bölsək 27. 27-ni də vursaq 7-yə 189. Demək 189 ədəd 40 litrlik bidon var. Təsadüfi seçilmiş bir bidonun 30 litrlik olması hadisəsinin ehtimalını tapın. Deməli ümumilikdə 297 ədəd bidon oldu. 30 litrlik isə 108-dir. Ona görə də burada olacaq 297-də 108. Bunda ixtisar aparsaq eləyəcək 11-də 4. 11-də 4. 30-da cavab olacaq 11-də 4.